Ha, Bax, Həzonlu. belədir. Yox, həzən söhbət yox. Ağsaqqal. Hə, mandarin götürmüşəm. Mandarinin qiyməti 3 manat, nə bilim, 4 manata yaxındır. 3 manat neçədir? Marketdə. Market. Bir yerdə qoyublar mandarini 1 manat 50 neçə götürür. Mən o 1.50-dən götürdüm. Navaldır da, seçdim. Seçəndən sonra gətirdim, baxdım ki, həmin o 4 manatlıq mandarin var. Ondan heç də seçilmir. Ola bilərdi. Belə bir sual. Səncə həmin o navaldan götürdüyün və buradakı qiymətlə başda eyni maldır. Niyə? Yəni orada Sortu başqa. Sort heç bir sortu fərq deyil. Nədir orada o şeyin Qiymət fərqi. Rəhbərində belə deyil. Yox, strategiyası. Müştəri qaçırtmırsan, deyim də mən. Elə adam var ki, istəyir bahalsın. İndi mən onu başqa cür başlayacağım. Elə adam var ki, 1 manatlıq istəmir. Elə 4 görən kimi 4-ə qaçır. Elə istəyir bazarı. Mən onu başqa cür analiz elədim. Ha, elə indi mən də deyəcəm. O 4 manatlıq var ha. O ortalama bu 4-dürsə, bu 1.50-dirsə, bunun ortalama qiyməti artıq 2.50-dir. Eyni maldır. Ha. Bu 2.50-dən 4-ə qoyulur. Orada tutduğun və 1 manatlıq, deyək ki, maaşı məsəl üçün 1-ə gəldi. Məsələn, rəqəmi deyirəm də. Bunu da 1.50 satırsa, 50-sini də orada tutur. Bu istənilən halda ikisini də tutur. Və itoq olaraq görsə ki, ikisini də sata bilir. Həmin suala cavab verdi də. Bahalı müştəri baha satır, ucuz müştəri ucuz satır. Ortalamada öz pulunu tutur. Yox, o ziyan eləməz. Ziyan eləmir ki pulunu. Yox, bu bisindi bahalını Mən yığdım, bir kişi o yaxın. Hələ mənə də gəldim ki, baxın, eyni bir İndi 4 manat. əgər sən məsələn nəsə işlədirsənsə, iki qrup belə çobud götürsə 2 cür adam var. Bir var ucuz dalınca qaçır. Elə ucuzlusunu alır. Elə adam var ki, bahasını istəyir. Bax, lampa var, maşın lampası. Paçkada açırsan 20 dənə çıxır. Ortada da belə xəttdir, bölmək olur. Maşın lampasının qiyməti taşıb hər yerdə 1 manat. Gətirəndə onu böl eyni maşın lampasını. Yarısını eyni maldır, yarısını qoy 1 manata, yarısını qoy 2 manat 50 qəpik. Təsəvvür elə 2 manat 50-ni ola bilər daha tez satırsan, nəinki 1 manat. Müştəri də gəlir deyir ki, lampa istəyirəm, deyirsən ki, 1-ə də var, 2.50-yə də var. Düzdür, 1-ə alanlar var, ucuz istəyir. Həmin lampanı 2.50-yə də qoyursan, ola bilsin ki, 2.50 daha tez satırsın. Çünki adam var ya, yaxşısını verir. İndi o lampa spesifikdir, nəyə görə? Məsələndir. Ünvanlarını da bilmirəm mən. Mən məsəl üçün pulum var, evə gedirəm, başım çıxmır bu işi. Qardaş, meyvə yaxşısı budur. Baxa 4 görürəmsə 4-ü alıram. İstəyirəm yaxşı alım. Var belə müştərilər. Eləsi var ki, bu həm onu əldən buraxmır, həm bunu. Mən də müştəri kimi deyim sənə. Mən də meyvənin əslini. Harda məsələn baxıram bahadırsa, fikirləşirəm.